müxtəlif instansiyalarda dərdinə əlac tapmayan insanlar ona müraciət edirlər. Həyat çox qəribədir, yolları çətin. 3-4 körpə uşaq üçün mən ayda 3 şirvan aliment pulu alıram. O da ki, belediyə rəisinin mənə hədə qorxu gəldi ki, o 6-3 şirvandan da qalacaqsan ayda. Çox sevindim ki, deməli, mənim də səsimi eşidən var, mənə də qayğı göstərən var. Qaldırılan problemlərlə bağlı səlahiyyətli orqanları və şəxsləri cəlb etməklə bərabər müstəqil jurnalist tədqiqatı aparır və bunun nəticəsində yüzlərlə ailə münaqişəsi həll olunur. Hüquqi tapdanmış neçə-neçə insan sosial və mənəvi dayaq tapır. Çox sağ olun. Allah razı olsun. Siz bizi sevindirdiniz. Allah da sizi sevindirsin. Biz Nail xanım, səhər-səhər işləmdə ki, Nail xanım bizə sorur. Yəni siz fikirləşirəm ki, hətta yaxşı insanlardır. Çəkdiyi bu əziyyəti necə qiymətləndirim, necə minnətdarlığımı bildirim, bilə bilmirəm, yəni söz tapa bilmirəm. Ünvanına minlərlə məktub gəlməsinə baxmayaraq, məktubların heç biri onun diqqətindən kənarda qalmır. Təkcə o məktubları vərəqləməyin, bircə dəfə oxumağın özü böyük qəhrəmanlıqdır. Nəinki onlara cavab vermək. Qoy dinləyicilər, tamaşaçılar bilsinlər ki, o məktubları ilə belə yaraşıq üçün siz ora yığmamısınız. Onların məktubuna diqqət və qayğı daimi var. 35 ilə yaxındır ki, fəaliyyət göstərirəm prokuror, müstəntiq, hakim kimi. Mən inandırım ki, sizin bu fəaliyyətiniz bizim gördüyümüz fəaliyyətdən üstündür.